Ama belə yolumuza bugün bir xeyli sürəcəyik. Bugün də bir 100 kilometre. Hello, morning, morning. Bugün bir 100 kilometre yaxın sürməyi planlayıram. Görək. Haydi, getdik. Toba gölü nədir? Ümumiyyətlə buralar haradır? Buranın nə mənası var? Plan 5 mükən. Niyə mən bura gəlmişəm? Hamısı haqqında məlumat verəcəm. Burada düşdüm nəyə görə? Buranın kiçik bir dənə bazar kimi bir şey var. Belə bir şeydir. Bax, bazar bir yerdir. Ben buradan özümə bir dənə tişört alacağım. Görüm hardan alacağım, onu bilmirəm. Bir dənə özümə tişört. Boğazı yurduymuş. Mən boş deyirmiş. Hello. Boğazı yurduymuş. Mən boş deyirmiş. Çöldə satır da, çöldən də. O, qəşəng tişörtləri falan var bunların. Ben tişört alım buradan. Necə geyinirsən? İnsan necə geyinsin? Şimdi bir tişört alım buradan özümə. Sonra devam. Aldım. Belə bir tişört. Belə bir aldım. Belə bir tişört. Mən bazara gəlməm mən düşünürəm. Bazara mən həmişə arası girəndə mən başımı tez alladılar. Gəl bura al, gəl bura al. Şey sonra da şey deyə bilmirəm. Ona nə deyim? Yox deyib çıxıb gedə bilmirəm. Yox, bunu almıram deyə bilmirəm. Utanıram. Onun üçün də işte getdik. Haydi. Yerik dağlara doğru çıxırıq. Deyir, sənin o gündə çiçək dərməyə sinəmə çəkdiyin dağa çıxıram. Belə bir şey. Dağa çıxıram. Bu dağın təpəsindən, dağın ən üst nöqtəsindən bildiyimə, eşitdiyimə görə bütün Toba gölünə qəşəng mənzərə var. Onun üçün də çıxıram indi o dağın təpəsinə ki, görüm oradan nə mənzərə açılacaq. Amma burada qəşəng uçqunlar olur ha, qəşəng uçqunlar. Ağac aşıyor. Qəşəng uçqunlar olur. Wow, mənzərənin gözəlliyinə bax ha. Əjdaha döyür. Buradan belə şəlalə fason təhər bir şeylər axır buradan. Buradan da. Bunlar sonra çay olur da yəqin. Yəni buradan yəqin ki çay olur. Çox əjdaha mənzərəsi var. Amma yuxarı qalxdıqca da hava bir xeyli soyuq. Bir xeyli soyuq. Belə bu tərəf buradan gedəcəyik, ora qalxacaq. Yol uçub de burada ya. Ama bunun yol var imiş. Uçub. Üstüne bir tane taxta bir şey yaptıklar böyle. Bu maşın necə qayıdıbdı, yaxşı gəlib bura. Ha, bura o bir tərəfdən də bir dənə yol var da. Ha, yadıma düşdü. Bura o bir tərəfdən də bir dənə yol var. Yəqin maşın oradan gəlib. Çünki oradan maşın keçə bilməz. Bu mənzərələrin gözəlliyinə baxın. Bu mənzərələrin əjdahadır. Hello. Bu tarafa geleceğim. Burada bir geçen bir yer gördüm. Maraqlı bir yer değil bura. Terk olunmuş bir yer. Bu arada demiyorlar ki dağın en üst yerlerinden birisinde hal-hazırda. Biz geleceğiz bu taraf. Bu tarafta bilmiyorum ne var. Burada terk olunmuş böyle bir yer var. Yəqin ki vaxtında burada kafe, restoran da oldu. Yəni istəyən olsa desin, yerin falan dəqiq yerindeyim, gəlsin, otursun, işlətsin. Nə deyim bundan artıq? Keçilər, keçilər. Keçilər oy, keçilər. Keçilər başıma bir bəla oldu. Başıma gəlməyə çalışanı çox. Keçilər başıma bir bəla oldu. Nəyim özümə. Nətərsiz?
Çok şirin, çok şirindiler. Hey. Ha. 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 Ay anasan da ne ged anasan gör ne deyir. Ha. Bir yere gəlmişəm, özüm də bilmirəm haradır. Yol zad tipdi, yol zad yoxdur. Heç nə yoxdur da. Yapıcılıq. Özüm də bilmirəm hara gedirəm, necə gedirəm. Deyirəm ki, bir yerə gelib çıxacam bu yolu. Yol da yoxdur, bir dənə balaca belə bir cığır var. Qəti fikrim yoxdur, qəti. Gəldiyim yolun həddi hesabı yoxdur. Girdiyim yerlərin həddi hesabı, aman Allahım, haralara. Hey! Aman Allahım, haralara. Oyda. Girdim daşlı kəsək, kilometrlərlə daş kəsəklə getdim. Sonra çıxdım bir zəmiyə. Baxıram, deyirəm, amma burada ümumiyyətlə yolu oxşar bir şey yoxdur da. Yəni xəritə səhv yerə aparır. O bilirəm ki, xəritə tamamda məni səhv yerə aparır falan. Gedirəm o xəritə ilə, görürəm xəritə çıxmır bir yerə. Orada bir camış otaran birini tapdım. Dedim, bəs falan yerə gedirəm. Dedi, yox, ümumiyyətlə heç əlaqəsi yoxdur burayla oranın, sən hara gəlmişsən falan. Oradan çıxdım da. Ağır dərhələn falan bir dənə yol tapdım. Yolla indi bir yerlərə gedirəm, özüm də bilmirəm hara gedirəm. Bu da göldür, amma Toba gölü deyil. Toba gölünün ortasındakı bu adadakı olan belə kiçik bir göl. Belə düşünək də bir göl var, Toba gölü. O gölün ortasında daha doğrusu belə düşünək ya. Bir ada var. O adanın içində bir göl var. O gölün içində bir ada var. O adanın da içində bir göl var. Sumatra adasının içərisində Toba gölü, Toba gölünün içərisində Simosir adasının içərisində bu göl. Güya ki bir yer var idi, oraya getmək istəyirdim. Xəritədə falan o yeri tam səhv bir şey göstərmişlər. Ümumiyyətlə elə bir yer yox kimi bir şeydir. Deməli bu Toba dağının adanın da Samosir adası deyək də bura. Samosir adasının ortasından bu dağı keçib o başından o yeri başına gəldim. Burada da bir şəhər var. Bu Tuktukdan daha böyükdür. Tuktuk qəsəbədir. Bura şəhər kimi bir şeydir. Burada qəsəbədəsində zaten Tuktukdan çox daha böyükdür. Burada mən Tuktukda qalmağı üstün tutmuşdum. Buradan Tuktuka belə deyim. Motosikletlə 1 saatlıq olan məsafə var. 1 saat yol getməliyəm ki, Tuktuka çatım. Buradan bir körpü var. Demişdim, yəni bura başqa bir yerdən də gəliş var. Samosir adasında. Buradan bir körpü var. Artıq Sumatra adasına, yəni əsas hissəyə çıxmaq olur o körpüyə. Benzin də demək olar çox az qalıqdır. Benzin bura. Öz deyəndə fullayaq. Çünki bilməm bugün hara gedəcək, necə. Ən yaxşısı fullamaqdır benzin. Bir manata düşür. Tamam. Yəni Toba gölünü tərk edəcəm. Çünki Toba gölünə kənardan baxmaq üçün ən yaxşı mənzərə qarşı tərəfdir. Onun üçün buradan körpü ilə çıxıram bu adadan daha doğrusu. Samosir adasını tərk edirəm. Keçirəm qarşı tərəfə. Burada ora. Gəldik, çatdıq. Çox balacadır. Çox minnoşdur bu isə heykəli. Bax. Əslində mənim getmək istədiyim nöqtə tam olaraq bura deyildi. Dağların üstündə bir yeri idi. Amma necəsə oldu, yolum bura düşdü. Bu da Toba gölü. Yəni biraz danışaq Toba gölündən ki,
Toba gölü niyə əhəmiyyətlidir? Bundan təxminən 74 min il əvvəl bir vulkan püskürür. Bu gördüyünüz yerdə, bu göl olan hissədə o vulkan püskürür. O vulkan püskürəndən sonra insanlıq demək olar ki, məhv olur. Təxminən 95% insan ölür yer üzündə. Hi. Foto dulu kami, foto. Oh iya, Oh, mau lah. Nah, Photographer please. Yes. yes. Kita sudahin lah. Lempung nama. Where are you come from? Aa, donma yapsın. Pendekik boy. It's enough, yes. Azerbaycan, Azerbaycan. No. Azerbaycan. No, I can speak English Mana betul? little. I am stay in village. Okay. Okay. Thank you. Thank you. Neyse. Ayo. Bye. Bye bye. Ha. Neyse sözüm yarımsı kaldı. Ha. Neyse. Vulkan püskürür. Vulkan püskürəndə atmosferə o qədər kül gedir ki də, günəşin qabağını kəsir. Yəni vulkanik qış yaranır. Və bu vulkanik qış ərəfəsində artıq dünyadakı insan sayı 95%, dünyadakı insanın 95%-i ölür və cəmi 20-30 min insan qalır. Yəni belə hesablayırlar, hesablamalar belədir. Yəni belə deyək, dünya əhalisini demək olar ki, məhv eləyən bir vulkandan söhbət ki, bu da İsa heykəli. Dünya əhalisini demək olar ki, tamamilə məhv eləyən bir vulkandan söhbət gedir. Bu gördüyünüz yerdə baş vermiş Toba vulkanı. Və bu hissədə vulkanın kalderasıdır. Yəni vulkan püskürəndən sonra püskürdü, qutardı falan beşməkan. O hissə çökür. Bu hissə artıq çökür və o çökmüş hissəyə də yağış suları yağır, nə bilim, yeraltı sular, çay suları falan beşməkan axıb gəlib burada belə bir göl yaradıb və həmin vulkanın adı Toba vulkanıdır. 74 min il əvvəl baş vermiş super vulkan və bu gölün də adı Toba gölüdür. Biz isə gəlirik bu adadan. Bu adada Samosir adasıdır. Toba gölünün ortasında olan bir ada. Belə bir maraqlı tarixi var. Həqiqətən mənim üçün çox dəhşət maraqlıdır. Dəhşət maraqlı idi mənim üçün həmişə. Yəni uşaqlığımdan bəridir ki, Toba vulkanı haqqında oxuyurdum, öyrənirdim falan. Qismət oldu. Gəlib gözümlə də gördüm bu Toba gölü. Amma yəni burada artıq bir aktiv bir vulkan yoxdur. Çünki vulkan artıq püskürübdür. Onun yeri çökübdür. Yəni bu kalderasıdır bura artıq. Və o kaldera o vulkan püskürəndən sonra yaranmış çuxurdur. O çuxura da sular falan yığılıbdır və belə bir göl ortaya çıxıbdır. Bu da İsa heykəli. Toba gölünə baxan İsa heykəli. Toba ya, bu Qarabağlılar falan şey deyir. Tövbəyə Toba deyirlər. Toba, ha Toba, ha Toba. Bu da qurtarıcı İsa heykəli. Bundan bir yerdən içənci İsa heykəli bilmirəm görürük. Yəni Rio'da görmüşük. Ən belə məşhurları Rio'dakidir, Lissabondakidir. Çox Cənubi Amerikanın demək olar ki, əksər böyük şəhərlərində var idi. Amma ən məşhurları biri Rio'dakidir, bir də Lissabondakidir. Amma onların hamısının postamenti var idi. Bunun postamenti yoxdur. Yəni altındakı o hissəyə postament deyilir. Onlarda hamısında postament var idi. Bunda yoxdur. Bunda birbaşadır. Hə, birbaşadır. Postamenti yoxdur bunda. Deyirlər nağzadı tutulubdur qəşək. Belə. Kifayət qədər böyükdür. Sumatra adası həqiqətən çox xoşuma gəldi. İndonezya ümumiyyətlə möhtəşəm bir yerdir. Möhtəşəm bir yerdir İndonezya. Sumatra adası İndoneziyanın daha da möhtəşəm eləyir. Və burada Sumatra adasının Toba bölgəsi. Bu göl Toba. Bu artıq Sumatra özü. Bu göl artıq bura artıq adadır. Burada çünki Samosir adasıdır. İndi qayıdıb çıxıb gedəcəyik o adaya. Daha doğrusu deyəsəm mən qayıtmayacağım. Çünki bir yer daha var, oranı da görmək istəyirəm.
hündürdən. Çünki sabah bir də bura gəlməliyəm, ora qalxmaq üçün. Onun üçün indidən gəlib qalxacam ora. Haydi getdik. Bəs. Gəlmək istədiyim yer, səhərdən də gəlmək istədiyim yer buraydı. Tezdən saat 11-dən də eşəlini axır ki, axşam saat 5-də gəlib çatdım. Gəlmək istədiyim yer. Okay, Thank you. Səhərdən də gəlmək istədiyim yer buraydı. Axır ki, gəlib çatdım. Belə 2 manat da giriş. Hello. Thank you. Gəldik axır ki, gəldik bura çatdıq. Neçə qarlı dağlar aşaraq, çox ellər dolaşaraq. Çünki bu gün bura gəlməsəydim, sabah bir də bu boyda yolu mən gəlməliydim ki, gəlin buranı görüm. Belə bir ki, Toba gölün ən yuxarıdan görə biləcəyin nöqtədir bura. Ən yuxarıdan buradan görünür Toba gölü. Yox, ən yuxarıdan buradan. Daha doğrusu yəni şəraitə uyğun olaraq buradan da. Yəni ora buradan daha hündürdədir, amma yəni ora çıxmaq söhbət var. Mənzərəyə bir dənə baxın. Əjdaha deyil. Özü də gidiyor tərəf. Çox söyləyəməm, hər yerdə yüksək səslə musiqiyə kod veribdilər hər yerdə. Onun üçün çox da video çəkəmirəm hər yerdə. Çünki o musiqi ilə mən versəm YouTube o dəqiqə onu bloklayacaq. Onun üçün də məcbur qalıram musiqisiz yerlərdən video çəkim. Buranın mənzərəsi yoxdur ki heç. O tərəfdən bir dənə qəşəng mənzərə. Burada heç nə yoxdur. Bunun üstünə çıxma olur. Olursa da çıxaq onun üstünə. Yəqin buradan daha qəşəng mənzərə olar. Ala yox, yox. Mənzərə də yoxdur burada. Mənzərə də heç nə yoxdur burada. Ən qəşəng mənzərə elə oradaydı. Burada heç nə yoxdur. İsa heykəlinin yanında da qəşəng mənzərə var idi. Yox. Aylar, illər, əsrlər, saat tezdən saat 10-da qaldığım yerdən çıxanam saat 5-dir, axşam 5-dir. Yəni buradaydıq da, yəni İsa heykəli buradaydı. Buradan gəldim bura. Bir yarım saatlıq yolda oradan bura. Heç nə. Qaydıq gedək. Belə. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.